Əli əleyhissalam başqa bir rəvayətdə buyurur ki, Əs-Sədiqus Səduq. Deyir, doğru danışan dostun. Doğru danışan dost. Hansı dostdur? Dost insanın çox ola bilər, amma doğru danışan dost. Bəli. O hansıdır? Buyurur, mən nəsəhəkə fi aybikə. O dost ki, sənin eyblərin barədə səni nəsihət edir. Sənin eybləri də sənə deyir. Ancaq yaxşılıqları yox. Eybləri də sənə deyir. Demək, cəmaatın içində deyib rüsva eləmir, o yox. O cür yox. Amma sənin özünə eybləri də deyir. Bu, deyir ki, yaxşı, doğru danışan dost. Sənlə doğru danışır. Sənin dostun odur ki, o şəxsdir ki, səndən doğru danışır. Yəni, həqiqətləri deyir sənə. Elə ancaq səni təyid eləmir. Sən bir söz deyirsən, deyir, hə elədir. Bəzən sözün arasında deyirsən, qatıq qaradır, deyir, hə elədir. Qardaş, qatıq qaradır, ağdır. Hər məsələdə təyid eləmək dostluq əlaməti deyil. Onu demək istəyir. Hər zaman səni təyid eləyən, təsdiqləyən dostudur. Dostudur ki, sənə doğruları deyir. Bəzən eybləri də deyir. Düz. İkinci xüsusiyyəti nədir dostun? Buyurur, və hafizəkə fi qaybikə. Sən olmadığın yerdə sənin qoruyur. Sənin abru qoymur töksünlər. Səndən müdafiə eləyir. Dost budur. Sən olmadığın yerdə də səni müdafiə eləyir. Belə deyir ki, zahirdə sənin yanında, sənin barında xoş danışır, amma sən olmayanda əksinə danışır. Belə deyil. Bəs dost belə olmalıdır. Üçüncü xüsusiyyət ki, dost üçün qeyd eləyir, buyurur ki, yaxşı dostun xüsusiyyətlərindən budur. Və əsərəkə alə nəfsi. Səni özündən qabağa salır xeyir işdə. Yaxşı işlərdə səni özündən qabağa salır, önə çəkir.